Naxçıvanda Yaşad Fondu tərəfindən şəhid övladları üçün qış düşərgəsi təşkil edilib. 36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün mövsümə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır. Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər. İştirakçılar həmçinin xizək təlimlərində, kirşə sürüşmələrində və digər oyunlarda əyləncəli vaxt keçiriblər. 2026-cı ildə Yaşad Fondu tərəfindən artıq 4 layihə həyata keçirilib. Yaşad Fondunun rəhbəri Elvin Hüseynov bildirib ki, düşərgəyə cəlb olunan uşaqlar burada xizək sürməyi öyrənir, idman bacarıqlarını inkişaf etdirir, yeni dostluqlar qazanır və asudə vaxtlarını səmərəli şəkildə keçirirlər. Əvvəl mən xizək sürməyi bilmirdim, amma burada müəllimlər sağ olsun bizə çox yaxşı xizək sürməyi öyrətdi. Böyle düşərgələr davam edir, biz də tez-tez bura gələrik. Mən burada ilk dəfə gələndə xizək haqqında məlumatım yox idi. Oradan minə bilmirdim. Soruşdum görən insanlar necə sürür. Artıq mən özümdə digərlər kimi rahat sürə bilirəm. Bu eyni zamanda sosial bir layihədir. Onların yeni dostluqlarının qazanılmasına, dünya görüşünün inkişaf etməsində öz töhfəsini verir. İlin əvvəli olmağına baxmayaraq Yaşad Fondu sayca 4-cü layihəsini həyata keçirdir.